Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov daha bir cinayət əməlinə yol verdiyini efirdən etiraf edib. Açıqlaması ilə özünü və ailəsini ifşa edən şərurlu İsfəndiyar övladlarına saxta yolla rüşvətlə diplom aldığını deyib. Onun dediyi sözlər müzakirələrə yol açıb. Bu çox ciddi qanun pozuntusu cinayətdir. Belə çıxır övladlarının ali təhsilini təsdiq edən sənəd saxtadır. Bu diplomla işə düzəliblərsə təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir, üstəlik hüquqi araşdırma aparılmalıdır. Ortaya maraqlı sual çıxır. İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə nazir kim olub? Məsələ ilə bağlı Sabiq Təhsil Naziri Misir Mərdanov Qlobal Info AZ açıqlamasında İsfəndiyar Axundovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib. Əvvəla onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb? Bəli, ola bilər onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verirlər. Bu o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxtda olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra. Sabiq nazirin sözlərinə görə kiminsə saxta yolla diplom almasına nazirin məsuliyyəti yoxdur. Hər bir universitetin rektoru nazirliyə məlumat göndərir ki, bu il təhsilini filan sayda tələbə bitirir. Rektorun da verdiyi saya uyğun universitetə boş diplom blankı verilir. Onu da müəllimlər doldurub imtahandan qiymət alanlara verirlər. Nazir necə kiməsə diplom sata bilər? Misir Mərdanov İsfəndiyar Axundovu insanları aldatmaqda günahlandırıb. Şərurlu İsfəndiyar cəmaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi 5 adama satan biridir. Elə bilir ki, bu özü bir evi 5 adama satdığı kimi diplom da satılır.